Herkese salam. Gəlin bugün sizinlə İspaniyanın Oysho saytından sifariş yerləşdirək. Oyshodan siz yüksək keyfiyyətli idman, üst geyimləri, ayaqqabı, aksesuarlar və sair məhsulları əldə edə bilərsiniz. Əvvəla brauzerdə oysho.com yazıb sayta keçid edirik. Saytı aşağı sürüşdürüb, ölkəni İspaniya, dili isə ingilis dili seçirik. Oysho saytında alış-veriş etmək çox rahatdır. Burada idman malları idman növlərinə görə bölünüb. Məsələn, yoga pilates, tenis, qaçış və s. Bugünkü videoda biz qış ayaqqabısını sifariş edəcəyik. Almaq istədiyimiz məhsulun ölçüsünü və rəngini seçib səbətə atırıq. Almaq istədiyimiz bütün məhsulları səbətə atdıqdan sonra səbətə keçid edirik. Qeydiyyatdan keçmədən sifarişi yerləşdiririk. Bunun üçün Continue as a Guest düyməsinə basıb növbəti addıma keçid edirik. Sifarişi yerləşdirmək üçün bizə İspaniya ünvanı lazım olacaq. Bunun üçün Expargo tətbiqini yükləyib qeydiyyatdan keçirik. Qeyd etmək istəyərdim ki, Expargo İspaniya sifarişlərini Azərbaycana həftədə 2 dəfə çatdırır. Qeydiyyatdan keçdikdən sonra hesabımıza daxil oluruq. Hesabımıza MyGov.id ilə daxil olduqda bağlamalarımız Expargo tərəfindən avtomatik bəyan olunacaq. Hesabımızda xarici ünvanların bölümündən İspaniyanı tapıb üzərinə basırıq. Ünvana aid məlumatları kopyalayıb Oysho saytına əlavə edirik. Məlumatları qeyd etdikdə çox diqqətli olaq. Çatdırılma üsulunu mütləq Home Delivery seçirik. Ödəniş üsulunu seçib kartın məlumatlarını qeyd edirik. Sifarişi bir daha yoxlayıb təsdiq edirik. Bağlamamız İspaniya anbarına çatdıqda Expargo bizə SMS bildiriş göndərəcək. Bundan sonra biz hesabımıza daxil olub fakturanı yükləməliyik. Fakturanı yükləyərkən məhsulun kateqoriyasını seçirik, bağlamanın invoice dəyərini və göndərici mağazanı qeyd edirik. Adətən bundan sonra həmin bağlamanı biz Smart Customs'da bəyan etməliyik. Lakin Expargo ilə buna ehtiyac yoxdur. Avtobəyan funksiyasını aktiv etdikdə Expargo Smart Customs bəyannaməsini bizim yerimizə edir.